qeyd edilir ki, Quran ölüyə Quran oxumaq olmaz. Yasin surəsində 70-ci ayəsində diri olanlar üçün göndərilib. Diri olanlar üçün Yasin özündə deyir. Buna əgər ölülər üçün oxunursa, bu müəllimlər də bunu tədris eləyirsə, bu gün mən əksini desəm, Qurana doğru olanı mən deyirəm. Amma bunlar əksini deyir ki, yox, Peyğəmbər deyib ki, İqra Yasin ələm məftəkum deyibsə belə bir hədis. Onu əsas alırlarsa, bunu onda nə gətirək? Nə deyim mən indi bu müəllimlərə? Heç kim demir ki, Quranı yalnız ölülər üçün oxuyur. Bəli, Quran dirilər üçün göndərilib. Vəssalam. Amma harda yazılıb ki, ölü üçün də Quran oxumaq olmaz? Bu günlərə bir yol qəzası olur. Yol qəzasında yol polisi gəlir, ölən adamın qarşısında oxuyur ki, sən filan maddənin pozduğuna görə, nə bilim, bu qədər baldır, bu qədər də cərimə yazılacaqsa, mənası varmı? Əgər o məsuliyyət daşıyırsa, Qardaş, orada çatmır axı. Necə məsuliyyət daşıyır? Sən onun millət vəkilisən, Mən üzr istəyirəm, ölü artıq məsuliyyət daşıya bilməz. Mən deyirəm ki, ölüb bu adam, gətirirsən maddəni oxuyursan, yol hərəkət qaydalarının filan maddəsindən görə bu səhv eləmisiniz, bu qədər də bal yazılacaq, bu qədər də xal. Mənası varmı? Yəni ölü üçün Quran oxumayaq da. Niyə oxumalısan Niyə axı? oxumamalıyıq? Ölüyə oxuyursan ki, bax, deyim, oxuyursan ki, Bəqərə surəsinin 222-ci ayəsində səndən qadınların regl dövrünü soruşurlar deyir ki, bunu ölüyə nə adiyyət var? Yox, biz hansını oxuyuruq Quran üçün? Oxuduğun Yasini oxuyursan, misal üçün Yasində deyir ki, Əş-şəmsu təcril müstəqirə, günəş ona təyin edilmiş, ox ətrafında hərəkət edir. Ölüyə nə adiyyət?